Axşamınız xeyir. Bağışlayın, sizi gözlətdim. Bir xahiş edirəm, əgər görüntü və səs varsa da kimsə yazsın ki, mən rahat başlaya bileyim. Başlamalı canlı yayın. Əziz səhifə izləyiciləri. Mən canlı yayıma ancaq zərurət olanda çıxıram. Bugün zərurət bir neçə səbəbdən var. Birinci, Ramiz Mehdiyev işi ilə bağlı mənim özümün də başa düşmədiyim bəzi hallar. İkinci, mən yazdığım statusla bağlı bundan 2-3 status yazmışdım. Onlara olan müzakirə və yanlış mühakimələrdir. Əlbəttə, mən bir daha deyirəm ki, Ramiz Mehdiyev işini anlamaq, başa düşmək, onun mürəkkəbliyini, əhatəliyini görmək üçün ən azından mənim qədər hadisələri canlı şahid olmaq və izləmək lazımdır. Mən 1993-cü ildən baş verən bütün hadisələrin canlı şahidi olmuşam bir çox hallarda və canlı şahidi olmadığım hallarda izləmişəm, təhlil etmişəm. Bir də mənim təhlilim çoxlarından fərqli olubdur. Ona görə ki, mən həvəskar gözü ilə baxmamışam. Mən ona bir peşəkar hüquqşünas gözü ilə baxmışam ki, nələr baş verir. Bunu da mənə vadar eləyən 1989-cu ildə çıxdığım Sumqayıt hadisələri olubdur. Ona görə ki, həmin o Sumqayıt hadisələrin məhkəməsində baş verənlərdən sonra mən gördüm ki, bu ölkədə dövlət anlayışı, müstəqillik anlayışı hələ yoxdur və bir çoxları da SSR-nin heç dağılmasına inanmır. SSR dağılandan sonra da sizə əmin eləyim ki, bu günlərdə çoxları hələ SSR xofu ilə yaşayırlar. Bəlkə qayıtdılar, düşünürlər. Ramiz Mehdiyev işinə keçməmişdən əvvəl, əziz izləyicilər, sizinlə qısa şəkildə dünyada baş verənlərə bir istəyirəm diqqət yetirək. Bugün dünyada Amerika prezidenti Trump, bir də Rusiya prezidenti Putin yüzillər boyu dünyada oturuşmuş, yüz minlərin, milyonların əziyyəti hesabına yaradılmış dünya nizamını pozurlar. Və bunun başında da nə qədər acı olsa da etiraf etməliyik ki, demokratiyanın beşiği sayılan Amerikan prezidenti Donald Trump durur. Bugün çoxları Rusiya-Ukrayna müharibəsi barədə danışanda söz deyirlər ki, o işin bizə nə aidiyyəti var? Ben bir daha təkrar edirəm. Necə ki 2022-ci ildə demişdim, bütün SSR ölkələrinin taleyi Ukrayna-Rusiya müharibəsində həll olur. Hamı bir mənalı dərk etməlidir. Ukrayna-Rusiya müharibəsinin necə bitməsindən asılı olaraq keçmiş SSR-dən çıxmış dövlətlərin ölüm-dirim savaşı olacaqdır. Əgər Rusiya bu günlərim Trumpla Putinin nəzərdə tutduğu kimi Ukraynanı məcbur edib sülh sazişi imzalasalar, hamı əmin olsun ki, o 1 milyondan artıq olan Rus qoşunu heç araya getməyəcək. Və ilk növbədə həmin Rus qoşunu Azərbaycana gələcək. Ona görə ki, Putin çox gözəl başa düşür ki, bu dəqiqə Azərbaycan dövləti və onun prezidenti İlham Əliyev keçmiş SSR ölkələrinin hamısının müstəqilliyinin, tam müstəqilliyinin qazanılmasında lokomotiv rolu oynayırlar. Və bu hadisələr də 2-ci Qarabağ Savaşından sonra başladı. Ondan sonra Azərbaycan dövləti, onun rəhbəri İlham Əliyevin atdığı addımları diqqətlə izləyənlər bilirlər ki, İlham Əliyev çox gözəl başa düşür ki, tək başına Rusiyanın qarşısına dayanmaq olmaz və ona görə də ən azı
Orta Asiya ölkələri ilə sıx təmaslarına fikir verəndə başa düşərsiniz ki, tez-tez ora səfərləri, görüşlər hamısı məqsədi daşıyır ki, birlikdə Rusiya qarşı dayanmaq lazımdır. Əziz səhifə izləyicilər, bir daha deyirəm, mən tarixçi deyiləm. Amma hələ 1812-ci ildən Rusiya tarixinə fikir verənlər bilərlər ki, Rusiya müharibələrdən sonra heç vaxt qoşununu geri gətirməyə çalışmayıbdır. Ona görə ki, 1812-ci ildən geri gələn Rus hərbiçiləri hökmən ölkədə dövlət çevrilişi eləyiblər. 1812-ci ildə səhv edirəmsə Aleksandr I idi, devrildi. 1914-cü il Birinci Dünya müharibəsindən sonra sülh sazişi bağlanan kimi Rus qoşunları geri qayıtdı, 2-ci Nikolayı devirdilər. 1941-ci ildə 41-45-ci il 2-ci Dünya müharibəsi bitəndən sonra Stalin çox gözəl bilirdi ki, əgər o qoşunlar geri qayıtsa, yenə dövlət çevrilişi olacaq. Ona görə o qoşunları geri qaytarmadı, Avropa ölkələrində saxladı. Bilirsiniz ki, SSR kontingenti kimi Polşada, Çexoslovakiyada, Bolqariyada, Rumuniyada, Macaristanda Rus qoşunları var idi. 56-cı il Macaristanda olan qırğın, 68-ci ildə Polşada olan qırğın həmin Rus qoşunları törətdilər. Ona görə 2-ci Dünya müharibəsindən sonra SSR rəhbərliyində dəyişiklik olmadı. 1989-cu ildə Əfqanistandan qoşunlar çıxdı. Hələ kiçik bir kontingent gəldi və ondan sonra SSR-nin çöküşü başladı. İndi bilənlər üçün o Afqansı deyirdilər, onların SSR-də çıxdığı hoqqalardan yəqin bilirlər. Əgər Putin də çox gözəl bilir ki, əgər bu sülh sazişi bağlanarsa, o qoşunları heç vaxt Rusiya qaytarmayacaq. Ona görə bilir ki, həmin əli silahlı, qan görmüş milyondan artıq Rus əskəri Putinin axırına çıxacaq. Ona görə əgər bugünkü tərzdə orada sülh sazişi bağlanarsa, biz hamımız çox acı faciələrlə üzə dayanacağıq. Ona görə Rusiya-Ukrayna müharibəsində baş verənləri heç kim heçə saymasın. Ən əsası qayıdıram ölkədə baş verənlərə. Dediyim fikri bir daha təkrar edirəm. Azərbaycanda Ramiz Mehdiyev işi Türkiyədə olan FETÖ işindən qat-qat çətindir. Ona görə ki, FETÖ təşkilatını 50 il bundan qabaq Amerikanlar yaratmışdı. Onun cəmi 50 illik tarixi var. Ramiz Mehdiyev işinin isə 200 illik tarixi var. Rusiya necə ki Azərbaycan işğal elədi, həmin dövrdən burada öz nökərlərini yetişdirməyə başladı. Mən adı çəkməyəcəm, çoxları əgər həvəskarlar olsa, araşdırsınlar, SSR-də rəhbərlikdə olan şəxslərin mütləq əksəriyyəti Rusiya bağlı olubdur. Bir gün də çoxlarının dədə babalarını, ulu babalarını araşdırsaz, onların çoxlarının adı SSR KGB-sinin, NKVD-sinin, ondan əvvəl də Çar Axrankasının adında olacaq. Ona görə Ramiz Mehdiyev işi FETÖ işindən qat-qat çətindir. Və elan elədilər ki, orada 50 nəfər siyahı var ki, 50 nəfər bu çevrilişdə iştirak edir. Mən sizə əmin edirəm ki, 50 də deyil, 500 də deyil, 5000-dən də çoxdur. Sadəcə, yəqin ki, bu istintaq dövrü, yəni hamını Rusiya bağlı olanları tutmaq qeyri-mümkündür, ölkənin yarısı tutulmalıdır. Amma bu işin çox dərin kökləri olduğunu hamı bilməlidir. Mən çox təəssüf edirəm, yazılarımda da, son yazılarımda da yazmışdım ki, Azərbaycanda sosioloji sorğu keçirən yoxdur. Və bizdə sosioloji mərkəzlər yoxdur ki, ölkə əhalisinin fikri necə formalaşır, onu anlasınlar. Mən yazı paylaşmışdım ki, Ramiz Mehdiyevlə bağlı təxminən bir ay əvvəl paylaşdığım yazıya, bir yazıya 1 milyondan artıq baxış olmuşdu. Amma ondan da ciddi bir yazı təxminən bir həftə bundan əvvəl paylaşmışdım. Heç mi 100 min adam baxmadı. Bu prosesə həvəs, inam getdikcə başladı ölməyə. Bunun 4 səbəbi var. Və bu səbəbin də günahkarı birinci növbədə hakimiyyətdir. Ona görə ki, hakimiyyət təbliğat sahəsində Ramiz Mehdiyev şəbəkəsinə uduzdu. Necə uduzdu? Həm xaricdən, həm ölkə daxilindən
sosial şəbəkələrdə başladılar tirajlamağa. Ki bu növbəti oyundur. Dava hakimiyyət davasıdır. Üçüncülər yazdılar ki, söhbət mal-mülk bölünməsindən gedir. Ona görə insanlarda olan inam tədricən ölməyə başladı. Son dövrlər birdən-birə deyək, dövrəyə buraxılan bu müxalifət söhbəti, müxalifətçilərin cəlb edilməsi, ediləcəyi haqqında söz söhbətlər, sonra Musavat AXCP partiyaları bağlanmalıdır söz söhbətləri bu hadisəyi daha da inamsızlaşdırdı. Amma mən sizin hamınıza bəyan edirəm, hörmətli əziz izləyicilər. Mən əvvəldən sizə demişəm ki, heç vaxt sizə yalan danışmayacağım. Bilmədiyimi sizə deməyəcəm. İnanın ki, mənim bildiyim çox şeylər var. Hamısını buradan demək, elan eləmək mümkün deyil. Özdə mənim deyəcəklərim hansız əlaqələrlə, hakimiyyətdən aldığım məlumatlarla deyil. Mən demək olar ölkədə heç kimlə təmasda deyiləm. Amma mən bütün günü ölkədə baş verənləri izləyirəm. Onların deyək, təhlilini aparıram, özüm görürəm ki, söhbətlər hara qədər gedir. Birinci növbədə hesab edirəm ki, bu AXCP Musavat partiyalarının bağlanması söhbəti çox yanlış bir söhbət idi. Ona görə yox ki, AXCP Musavat partiyasının xüsusilə rəhbərlərinin heç bir günahı yoxdur. Günahları var. Amma AXCP-də, Musavatda minlərlə, yüz minlərlə səmimi o hərəkətə inanan, həyatını bu hərəkətə sərf edən insanlar var. Partiyaların bağlanması deyəndə onlar hədəf alındı. Və aydın məsələdir ki, onlar da narazılıqlarını bildirirlər. Bu çox yanlış addım idi. Gələcəkdə də mən Azərbaycanda hansısa partiyanın bağlanmasının əleyhinəyəm. Niyə? Ona görə ki, partiyaların bağlanması, müxalif fikirlərin olmaması birinci növbədə dövlətçiliyin əleyhinədir. Amma bu o demək deyil ki, bu partiyaların rəhbərləri hamısı günahsızdır. Xeyr. Mən 93-cü ildən bu yana məhz bu partiyaların oyunlarının hamısını görmüşəm. Bununla belə, bugün bu partiya rəhbərlərinin də indiki vəziyyətdə hədəf alınmasının qəti əleyhinəyəm. Ona görə ki, bugün hədəf alınacaq Ramiz Mehdievin əlaltıları, hakimiyyətdə olanları var, olardı. Və Ramiz Mehdiyevlə bir yerdə istifaya gedənlərdir çoxları. Onlar həbs alınandan sonra, bu həbs dairəsi genişlənəndən sonra, yəni hamının bildiyi Azərbaycanda Ramiz Mehdiyev dəstəsi kimlərdir, o çox gözəl bilirlər. Ramiz Mehdiyevin sağ əli Əli Həsənov bu gün azadlıqda, Ramiz Mehdiyev Əli Həsənovun maddi dəstəkçisi Səttar Mehbalıyev bu gün azadlıqda, Nazirlər Kabinetinin rəhbərliyinin az qala yarısı Rusiya xidmət eləyənlər bu gün azadlıqda. Belə halda söhbəti aparmaq ki, Əli Kərimli, İsa Qəmbər əsas hədəflərdir. Hesab edirəm ki, o hakimiyyətin bir necə deyim, taktiki ya strateji səhvi idi. Ona görə ki, birinci növbədə əsas fiqurlar meydana çıxmalıdır. Mən bir aydınlıq da gətirim qısa şəkildə. Təxminən 2-3 yazı bundan əvvəl İsa Qəmbərə mən sual ünvanlamışdım. Və ondan sonra bu İsa Qəmbər deyək söhbəti çıxdı. Bir çoxları o cümlədən Musavatın deyək rəhbər şəxslərindən biri Hacıyevin adı yadımdan çıxdı. O və başqaları başladı ki, Aslan İsmailov yazısından bəllidir, hədəf bəlli, hədəf Musavat, hədəf İsa Qəmbərdir. Mənim o verdiyim suallar əzləyim. İsa Qəmbərə qarşı yönəlməmişdir. Xahiş edirəm o yazını bir də oxuyun. İsa Qəmbərin müsahibəsi olmuşdu ki, Ramiz Mehdiyevə orden, medal verənlər, vəzifədə saxlayanlar günahkardır. Onun əvəzində də mən İsa Qəmbərə sual vermişdim. İsa bəy, cavab verin görüm, nə üçün siz hakimiyyətə gələndə Rəhim Qaziyevin Rusiyanın xidmətində durduğunu bilə-bilə onu işdən çıxartmadınız. Özdə
Axıcı hakimiyyəti Elçibəy, rəhmətli Əbülfəz Elçibəy başda olmaqla, bəlkə çoxları bilmir, amma qapalı Milli Məclisin iclası olubdur. Həmin iclasda Rəhim Qaziyevin Qraşovla danışıqları, digər şəxslərlə danışıqları, sonra o dövr axıcı hakimiyyəti dövrü Milli Təhlükəsizlik Nazirinin birinci müavini Sülhəddin Əkbərin həmin Milli Məclisdə çıxışı olubdur. Rəhim Qaziyevin hərəkətləri ilə bağlı. Amma onu tutmadılar. Ondan başqa mən çoxlu suallar ünvanlamışdım, onu təkrarlamaq istəmirəm. Məqsəd onda idi ki, İsa bəy, siz o vaxt onu tutmadığınıza görə mən sizi günahkar saymıram. Ona görə ki, o vaxtı mən Milli Məclisdə çıxışımda var ki, Əbülfəz Elçibəy çıxış öz yaxın ətrafına tutulma söhbəti olanda bildirirdi ki, əgər biz Rəhim Qaziyevi tutsaq, Rusiya burada vətəndaş müharibəsi törədəcək. Mən o sualı məhz ona görə verirdim ki, kim bilməsə İsa Qəmbər çox gözəl bilirdi ki, İlham Əliyev o 20-ci illərdən sonraki situasiyada deyil idi. Yəni, İlham Əliyev hakimiyyətə gələndə tam 19-cu ilə qədər İlham Əliyev Ramiz Mehdiyevi yerindən tərpətmək imkanı yox idi. Ona görə ki, dərhal ölkəni Rusiya qarışdırardı. Vətəndaş müharibəsi salardı. Çox işlər görərdi. Bizim bəxtimiz onu da gətirdi ki, Rusiya Ukraynaya qarşı müharibəyə getdi. Sizə əmin edirəm ki, əgər Ukraynaya qarşı müharibəyə getməsə, Azərbaycan Rus əsgərinin tapdığı altında qalacaqdı, onu bilin. Mən o sualı İsa Qəmbərə ona görə vermişdim. Onun əvəzində mənə qarşı olan ittihamlar, iradlar hamısı yersiz idi. Həmin o mənə qarşı ittiham yürüdən deyək, musavatçılar, cəbhətçilərə bircə sual verirəm ki, Musavat deyək, Xalq Cəbhəsi Partiyası bağlansın şüarına birinci mən əleyhinə çıxış elədim. Onu göz ardına vurdular. Onun kimi də bir çoxları nə üçün Ramiz Mehdiyevin uzun müddət vəzifədə olduğunu çox gözəl bilirlər. Və bilirlər ki, İlham Əliyev onu o vaxtlar vəzifədən azad edə bilməzdi. Və İlham Əliyevin prezident kimi vəzifəsi tək Ramiz Mehdiyevi işdən çıxartmaq deyildi. Həm də Azərbaycan dövlətini qorumaq, saxlamaq idi. Onu da bacardı. 22-ci ildən sonra ki, bizim deyək, Qarabağı tam azad etdi. Azərbaycan tamam başqa bir dövlətdir indi. Bəli, indi Ramiz Mehdiyevin bütün kökünün deyək, çıxarılmasına start verilir, mənim də buna heç bir şübhəm yoxdur. Ona görə ki, gedən prosesləri mən görürəm. Hakimiyyətin başqa bir səhvi də, mən indi səhvi demə bilərəm. Demək də olar, deməmək də olar. Niyə? İkinci insanlarda şübhə yaradan ən böyük məqamlardan biri də bu günlərim Ramiz Mehdiyevi ifşa edən dəstədir. Əziz səhifə izləyicilər, mən buradan da yazmışdım. Ramiz Mehdiyev mənim 20 il həyatımı cəhənnəmə döndəribdir. 3 dəfə məhkum etdirib, 2 dəfə vəkillikdən xaric etdiribdir. Həmin proseslərin başında duranlar, Aslan İsmailov erməni Rus agentidir deyənlər, atası, anası ermənidir yazanlar, telekanallarda çıxış eləyənlər, məhkəmələrdə mənim üzümə duranlar Ramiz Mehdiyevin tapşırığı ilə. Gün Ramiz Mehdiyevin ifşaçılarına çevrilmişdir. Və bu da insanlarda inamsızlıq yaradır. Burada mən başqa bir deyək, amildən başqa, bir məntiqdən başqa şey görmürəm. Yəqin ki, hakimiyyətdə təmsil olunanlar həmin bu yaramaz şərəfsizləri sona qədər ifşa etdirmək istəyir ki, cəmiyyət görsün ki, bunlar kimdir. Ona görə ki, mən ad deməyəcəm, bunların adını da çəkmək istəmirəm. Bir Ramiz Mehdiyevi ifşa edənlərin əksəriyyətinin vaxtilə Ramiz Mehdiyev Əli Həsənov qulluğunda durduqlarını bu Azərbaycanda çoxları bilir. İkinci şübhə yaradan məqamlardan da biri məhz budur ki, kimlər onu ifşa edir. Bir daha qayıdıram ona ki, mənim iddiamım sıravi musavatçılara və cəbhətçilərə yönəlməyib. Ona görə də bu günlərim deyək, bu partiyaların rəhbər şəxslərinə qarşı irəli sürülən ittihamları sıravi cəbhətçilər və musavatçılar özlərinə götürməməlidir.
Ona görə ki, Müsavat Partiyasının Baba Allah Nəzərov kimi bir sıravi fədakar üzvü var. Yaxud vaxtilə Yaşar Azəroğlu, Yaşar Azərtürk var idi. Yəni bunların səmimliyinə heç kim şübhə edə bilməz. Və onların Azərbaycan dövlətinin nə vaxtsa əleyhinə çıxış edə biləcəyini də heç kim ağılına gətirə bilməz. Elə də 10 minlərlə müsavatçı cəbhəçilər olubdur, var və bundan sonra da yəqin ki olacaqdır. Heç kim irəli sürən ittihamları onlara qarşı özlərinə qarşı götürməsinlər. O işlərdə əli olanlar cavab verməlidir. O işlərdə hansı bu və ya digər yöndə Aslan İsmailov özü, onun balaları olsa da onlar da məhkum olunmalıdır. Ona görə ki, dövlət tamam başqa bir amildir, əzizlərim. Mən bu yaşımda heç yerdən çəkinmədən, heç kimdən çəkinmədən də deyirəm ki, çox təəssüf etdiyim bir hal var ki, Azərbaycan vətəndaşlarının əksəriyyəti dövlətlə hakimiyyəti dəyişik salırlar. Dövlət daim olmalı, hamımızın qorumalı olduğumuz bir varlıq, bir deyək, vətəndir. Hakimiyyətlər dəyişə bilərlər. Hakimiyyətə qarşı çıxa da bilərik, tənqid edə bilərik, dəyişdirilməsini istəyə bilərik, amma dövlətin dəyişdirilməsini heç kim istəməməlidir. Amma 2005-ci ildə, 2013-cü ildə, çoxlarını bilmədiyi 2019-cu ildə dövlət çevrilişlərinə Rusiyanın əli ilə, Rusiyanın dəstəyi ilə cəhd olunmasında heç kimin şübhəsi olmasın. O dövrlər müxalifətdə olan bir çox şəxslər Rusiyanın köməyindən yararlanıb biz hakimiyyəti devrə özümüz olaraq fikrinlə yaşayırdılar. Onlar çox gözəl anlayırdılar. Ola bilsin, içində anlamayanlar da var idi ki, hakimiyyəti devirib Rusiyanın əlinlə burada hakimiyyətə sahib olmaq mümkünsüz idi. Rusiyanın əlinlə olan bütün burada hərəkətlər hamısı dövlətin məhfinə yönəlmiş addımlar idi. Mən əlbəttə istəməzdim ki, mənim Sərdar Cəlaloğlu ilə olan söhbətimi o efirdə səsləndirsin. Bəli, mən Sərdar Cəlaloğlu'na zəng etmişəm, ona görə ki, Sərdar Cəlaloğlu 2010-cu il Ziyalılar Forumu ilə bağlı fikir səsləndirəndə Ziyalılar İttifaqı demişdi. Mən də onu zəng elədim, dəqiqləşdirməyə ki, o dövr Ziyalılar İttifaqı olmayıb, forum olub və söhbət əsnasında mən ona demişəm, bugün buradan da təkrar edirəm. Mən Ziyalılar Forumunda olanda ən aktiv vaxtlarda mən dəqiq öyrəndim. Öyrəndim deyəndə məsələn, Rusiyada olan o milyarderlər, sonra yaranmış milyarderlər ittifaqına yaxın olan, ola bilsin üzvü olan bir nəfərdə mən gələcəkdə Milli Şura yaradılacağı və 2013-də Azərbaycanda hakimiyyət çevrilişi olacağını barədə məlumat aldım. Əvvəl düzü ona inanmadım. Amma ondan sonraki Rusiyada milyarderlər ittifaqı yarandı. Ondan sonra Milli Şura yarandı 50 nəfərdən ibarət. Mənə təxminən bir il qabaq bu deyilmişdi. Onun ciddiliyinə inanmırdım. Artıq Milli Şura yaranandan sonra o dövr bilirsinizsə də mənim heç xəbərim olmadan AXCP klassikləri Mir Mahmud Fəttah mənim də namizədliyimi vermişdi Milli Şuraya. Əli Kərimli də mənə təklif eləmişdi. Mən o Milli Şuraya getmədim. Mən 2013-cü ildə bəli İsa Qəmbərlə onun ofisində görüşüm, ona demişəm ki, İsa bəy, Milli Şura Rusiya proyektidir, bundan uzaq durmaq lazımdır. İsa bəy də mənə deyibdi ki, Aslan bəy, siz hesab edirsiniz ki, biz milli qüvvələr Rusiya ilə işbirliyinə gedərikmi? Mən o dövründə nə sonra baş verir, mən istəyirəm ki, onu istintaq orqanları araşdırsınlar və əminəm ki, araşdırırlar. O cümlədə bu barədə mənim Əli Kərimli ilə də görüşüm olub. Eyni xəbərdarlığı ona da etmişəm. Ki, Milli Şura Rus proyektidir, Rusiya proyektidir və onların ciddi planları var. Ondan aralı durmaq lazım. Eyni cavabı da mənə Əli Kərimli deyibdi ki, bəy, siz hesab edirsiniz ki, biz milli qüvvələr Rusiya ilə işbirliyinə gedərikmi? Nə baş verir? Mən deyək, gedən istintaqın onu araşdıracağını çox inanıram. İnanmaqda bütün
yəni mənim başa düşmədiyim bəzi hadisələr baş versə də, əminəm ki, ona doğru gedəcək. Ona görə ki, mən Azərbaycan dövlətinin artıq o dövlət olduğunu bilirəm, çox gözəl, müstəqilliyini tam təmin edib və burada Rusiyanın o tör töküntülərini tam qazıyıb çıxartmaq istəklərindən də xəbərdaram. Mən bu yoldan ancaq onlara uğurlar arzulayaram. Amma arzulayaram ki, bu hadisədə seçki olmasın. O işlərdə əli olanlar, Ramiz Mehdiyev tərəfdarları hamısı bir nəfər kimi cəlb edilsinlər. Onların çoxları bir vəzifədədirlər. Prezident aparatında vəzifədədirlər. Bizcə nəfərin adını çəkərəm bu gün. Hərçən ki, orada onlar çoxdur və mühüm postlardadır. Əli Həsənov vaxtı ilə vəzifədə olanda, Əli Həsənov sağ əli, Vüqar Əliyev adlı biri var idi. Bütün tapşırıqlarını yerinə yetirib, mətbuatı idarə edirdi. Bu gün də orada otururdu. Eyni cür orada oturanlar Nazirlər Kabinetində, Milli Məclisdə, çox böyük kürsülərdə çoxdular. Və bəzi bu provokasyon sualların ortaya atmasının da təşəbbüskarları olardı. Bilərəkdən eləyirlər, bilmərəkdən eləyirlər. Mən çox istəyərdim ki, deyək, hakimiyyət strukturları bunu araşdırsınlar. Əziz vətənlərim, bu günlərim yenə o bayaq dedim ki, niyə vaxtı ilə Ramiz Mehdiyev işdən çıxarılmırdı sualına cavab olaraq bir şey də deyim. Və bu gün deyənlər də var ki, o mənim yazılarıma münasibətdə ki, Rəhim Qaziyevə heç vətənə xəyanətlə ittiham verilməmişdi. Düzdür, Rəhim Qaziyevə vətənə xəyanətlə ittiham verilməmişdi. Ona görə ki, ona vətənə xəyanətlə ittiham veriləndə hökmən yazılmalıydı ki, hansı dövlətə qarşı. Rusiyaya qarşı isə biz belə ittiham o dövrlər səsləndirə bilməzdik. Heç 2005'də də səsləndirə bilməzdik. 2013'də də səsləndirə bilməzdik. Bunlar hamısı həmişə üstü örtülü deyilirdi. Başa düşənlər onu başa düşürdü ki, burada baş verən proseslər kimin əlindən baş verir. 2005'də buna cəhd olunmağı, 2013'də cəhd olunmağı, 2019'da cəhd olunmağını mən dəqiq bilirəm. İndi onun araşdırılmasında biz hamımız ancaq yardımcı olmalıyıq. Mən buradan həm də hakimiyyət strukturlarına müraciət edirəm. Bugünə qədər rəsmi bu barədə məlumat yoxdur. Mən çox istəyərdim ki, rəsmi məlumat olsun. Ona görə ki, rəsmi məlumat olandan sonra mənim özümün oraya ərizə ilə müraciət edib, haqqımda qətlimin sifariş verənləri barədə məlumat verməyim var. Ondan başqa məlumatlar var ki, mənə qarşı hansı deyək, vəhşiliklər törədibdir və kimlər eləyibdir. Mən rəsmi məlumatı gözləyirəm. Bir də mənim haqqımda deyək, Sumqayıt hadisələrindən bu yana Ramiz Mehdiyevin başçılığı ilə tirajlanan bir böhtan var ki, Aslan İsmailov Sumqayıt hadisələrini təşkilatçısı Rusiyanın burada olan agentidir. Hörmətli izləyicilər, Sumqayıtda baş verənləri və Rusiyanın, yəni Moskvanın onu təşkil etməsini ilk dəfə dilinə gətirən mən olmuşam. Ramiz Mehdiyev və burada Rusiya nökərlərinin də mənə hücumları məhz o işlə bağlı olubdur. 50 dəfə demişəm, yenə də yazırlar ki, siz Əhməd Əhmədovun güllələnməsini xahiş etmişsiniz. Buradan bir daha təkrar edirəm ki, Sumqayıt hadisələri ilə bağlı 5 iş olub. Onun ancaq biri Qırqaryanla bağlı olan burada baxılıb. Həmin işdə də mən dövlət ittihamçısı kimi çıxış etmişəm. Əhməd Əhmədovun güllələnməsi Moskvada olubdur. Mənim o işdən heç xəbərim olmuşdur. Mən başqa bir şey də sizə deyim, əziz izləyicilər. 2018-ci ildə Əli Həsənovun o vaxtı bir yazarı var idi. Sonralar mən bir şey də yadıma düşdükcə sizinlə də bölüşürəm. Mənim səhifələrimi izləyənlər çox yaxşı bilirlər ki, mən təxminən 2017 ya 2018-ci ildə bir siyahı paylaşmışdım. O siyahı əvvəlcə Avropa ölkələrində çıxmışdı. Sonra Gürcüstan mətbuatında çıxmışdı. Gürcüstan mətbuatından da onu mənə göndərmişdilər. Burada bizim mətbuatda çıxmamışdı.
həmin siyahını Putinin köməkçilərindən birinin otağından götürmüşdülər. Və həmin siyahıda həm Gürcüstanda, həm Azərbaycanda, həm Ermənistanda Rusiya qulluq eləyənlərin siyahısı var idi. Ya qulluq eləyən, ya hansısa bu və digər şəkildə orayla əlaqəli olan. Onların çoxlarını mən siyahısını elan elədim. Və mənə qarşı hücum təşkil eləyənlər də o həmin siyahıdan çıxdılar. Buradan hakimiyyət təmsilçilərinə bir daha müraciət edib, xahiş edirəm. Siz həqiqətən doğrudan da Ramiz Mehdiyev, Əli Həsənov şəbəkəsini tam aşkar etmək istəyirsinizsə da, bu günlərim onların bir çoxları yenə deyirəm, Ramiz Mehdiyevin ən böyük tənqidçilərinə çevriliblər. Dərilərini qorumaq üçün. Mənim haqqımda olan 3 cinayət işində kimlər məni ittiham eləyib, kimlər məhkəmələrdə mənim üzümə durub, kimlər haqqımda yalan ifadələr veribdi, onları araşdırın. Və onları çağırıb dindirəndə, onlara bəlli olacaq da, onlara kimlər göstərişi Ramiz Mehdiyev, ya Əli Həsənov, ya Ramil Usubov, kimlər vermişdilər onları göstərişi, onun hamısını siz görəcəksiniz. Ona görə bu da sizə bir istintaq üçün kömək. 2000 bu son diasporaya qarşı, bizim diasporalara qarşı olan hücumlar da. Məhz o indiki Ramiz Mehdiyevə elan olunmuyor. Çoxları deyir ki, Ramiz Mehdiyev artıq akademiyada o kim idi ki, dövlət çevrilişi eləyə. Mən o vaxtda yazmışdım. Ramiz Mehdiyev özü o yazma səbəb olmuşdu. Mən maşınla gedəndə akademiyanın qarşısından. Orada bir izdiham gördüm. Baxdım ki, nazirlər, deputatlar, maşınları hamısı oradadır, A nömrəsindən. Ondan sonra gəldim, bir yazı yazdım. Bu səhifələrimdə var. Araşdırıb baxa bilərsiniz. Ki, Ramiz Mehdiyev vəzifədən, aparatdan getsə də, o Azərbaycan hakimiyyətindən getməyibdir. Sadəcə iş otağını, prezident aparatındakı iş otağını akademiyada olan iş otağına dəyişibdir. Həmin nazirlər, həmin deputatlar, komitə sədrləri gün artıq akademiyada gedib ona hesabat verirlər. Sonda bir daha hakimiyyətə müraciət edeyim. Bu dəqiqə oxudum mən o yazını ki, prezidentin əfv fərmanı olacaqdır. Mən bundan istifadə edərək bir daha o fərmanın icrası olanlarla, yəni o fərmanı hazırlayacaq, onu indi bilmirəm, mətni çıxıb çıxmayıbdır. Mən oxuduğum bir məlumat xarakterlidir. Mən çox istəyərəm ki, o fərman olar. Bu fərmanda hökmən vaxtilə Meydan TV, sonra Toplum TV'də bizim gənc jurnalistlər olubdur. Mən onların heç birinin vətənə, xəyanətə əl olduğuna inanmıram. Qaçaqmalçılıqla tutulubları, onların səhvləri ola bilər. Amma mən onların hər birinin Azərbaycan dövlətini istədiyini və bu dövlətin uğrunda ölməyə də hazır olduğunu buradan bir daha təşkil edirəm. Əksəriyyəti cavandır, xüsusilə xanımlardır. Onların bu gün həbsdə olması heç kimə başucalığı gətirmir. Bir daha deyirəm. Bu günlərim o Ramiz Mehdiyevi ifşa edən yazar dəstəsi var. Onlar sabah Allah uzaq eləsin, bir başqa cür olsa, yenə Rusiyanın qoltuğunda olacaqlar. Amma bu jurnalistlər dövləti müdafiə edəcəklər. Ona görə mən çox istərdim ki, o jurnalistlər də azadlıqda olalar. Gecəniz xeyrə qalsın, salamat qalın, bir daha sizi yordumsa üzrü sayın. Mən sizə bildiyimi hamısını çatdıracağım. Mən bildiyim isə çox şeylər var. Sizə uğurlar hamınıza. Allah dövlətimizi qorusun. Sağ olun.